Sinabon. Payızın ən ləzzətli şirniyyatlarından birini hazırlayaq. Darçını sevən hər kəs bu şirniyyata bayılır. Bunun üçün bizə lazımdır 3 stəkan süd, 2 yumurta. Bəri süd, bu süddür. Sadəcə olaraq sütün biraz sroku keçib. Sroku keçməyib, daha doğrusu kənd sütü olduğuna görə biraz istidə qalanda belə qatıq kimi bir hal almışdı. Nədən belə olmuşdu onu da bilmirəm. Əslində indi çoxları deyəcəklər ki, video çəkirdin, heç olmasa süt alardın, sütdən xəmiri yoğurardın. Xeyr, mən belə etmək istədim, çünki bu hal hər kəsin evində baş verə bilər. Atmırıq, istifadə edirik. İndi isə kremini hazırlayırıq. Sinabonun kremini bir çox adamlar duru halda sevirlər, bir çoxları isə qatı sevirlər. Bizim evdə hər kəs qatı, daha qatı və bol kremli sevdiyinə görə mən də qatı və bol kremli edirəm. Sütün içərisinə adi zavarlı krem kimi pişirilir, pişmiş krem kimi yəni. Sadəcə olaraq içərisinə yumuşaq pendir qatılır. Rusca üstündə yazılır plavlenli sır. Kərə yağını və pendiri kremimizin altını söndürdükdən sonra soyumamış içərisinə əlavə edib qarışdırırıq. Amma kreminizin üzərini plavlenliyə qapaqla ya da streçfilmlə bir paketlə üzərinə örtün ki, üzəri qabıq bağlamasın, sərtləşməsin. İndi isə işləyimizi hazırlamağa keçirik. 1 stəkan şəkər tozunu içərisinə 3 dolu qaşıq ya da 4 dolu qaşıq, xörək qaşığı darçın əlavə edib bunu yaxşıca qarışdırırıq. Biz bu işləmləri eləyənə qədər xəmirimiz gəldi, özünü tutdu. Onu 2 hissəyə ayırırıq və çox nazik olmamaq şərti ilə yayırıq. Qalınlıq nə qədər olmalıdır, mən onu sizə göstərəcəm. Sonra isə otaq temperaturunda ərinmiş ya kərə yağı ya da margarini içərisinə nazik bir sloyla yayırıq. Bunun da üzərindən darçınlı qarışımımızı səpib rulet kimi bükəcəyik. Bu ruleti bıçaqla kəssək, əgər ruletimizin səliqəsi qalmayacaq, əziləcək. Yəqin ki, rulet kəsən, yəni xəmiri rulet kimi büküb kəsən qadınlar mənə daha yaxşı anlayacaqlar. Səliqəsi qalmalısı üçün mən sizə metod göstərəcəm. Amma öncə xəmirimizin qıraqlarını yapışdıranda bunu beləcə çimdikləyirik ki, ayrılmasın bir-birindən. Sonra isə götürürük sap. Bəli, sadə sap. Götürürük, sapı altdan keçirdirik və üstdən düyün kimi eləyirik, amma düyünləmirik. Bax, beləcə ruletlərimizdən səliqəli bir şəkildə kəsdik. İndi isə onları fırın tepsilərinə düzəcəyik və yarım saatlığına dinlənməsi üçün bir kənara buraxmalıyıq ki, özünü tutsun, xəmir şişsin. Ondan sonra fırına göndəririk. Amma xəmirlərinizi bir-birinə çox yaxın qoymayın, aralarında yer saxlayın, çünki onlar sobada şişəcəklər. Mənim sinabonlarım artıq hazırdır, üzərinə isti-isti kremi çəkirəm. Sonra isə servis edirəm. Çox ləzzətli alınır. Əgər dadına baxmamısınızsa, hazırlayın, siz də dadına baxın, əminəm ki, çox bəyənəcəksiniz. Sonda isə kanalıma abunə olub, like atmağı və rəy bölümündə öz rəylərinizi, fikirlərinizi bildirməyi də unutmayın. Allah'a əmanət olun.